Ağalar, Hyundai Elantra N 2023 bedona renk. Maşın deməli təsadüf bir ön tərəfindəndir, bir də sol tərəfindəndir. 2 motordu, 10.000 mil probeglə 7500 olan maşın bu gün girir müzayidəyə. Maşının ön tərəfdən yüngül təsadüfü var, bir dənə far asancaq, abilisovkası, buferi. Arxa tərəfindəki qapısı da belə bir cızıqlı var. Arxadan təsadüfsüzdür. N komplektasiyasıdır. Sport komplektasiya gedir bu. Sport diskləri, zavod səs sistemi. Gördüğünüz kimi sport oturacaqları, luku, hər bir şey var. Maşın bu gün müzayidədə heç bir airbagı da partlamayıbdır. Kim istəsə əlaqə saxlasın, bugün gözəl qiymətə alaq maşın müzayidədən. Ağalar, Armada 2018-in Armadasıdır. Deməli maşın 11.500 dollarla girir müzayidə, 112.000 mil probeglə. Dubayda təmir olunmuş maşındır. 360 kamerası, Distronic radarı. Gördüğünüz kimi maşın hal-hazırda heç bir təsadüfi yoxdur. VIN nömrə buradadır. VIN nömrə ilə vurub təsadüfinə baxa bilərsiniz. 360 kamerası var. Salon qaradəri oturacaqlarla təchiz olunubdur. Maşın 4 çəkəndir, luku var. Hazır maşındır. Bu gün müzayidədə. Kim istəsə maşın axşam gecə müzayidəyə əlaqə saxlasın. Bunu müzayidədən gözəl qiymətə alaq. Polnu full komplektasiyadır maşın. 2024 BMW X5 motordur, 43.000 mil probeglə 146 dirhəm, hardasa 40.000 dollarla maşın gecə auksyona. Polnu full komplektasiyadır. Ez-drive də arxa çəkəndir. 360 kamera ilə təchiz olunubdur. Qapılar bağlıdır, qara salondur, head-up display var, panorama lüklə. Maşının heç bir zədəsi yoxdur, hazır maşındır. Oturdun, sürdün. Sağ tərəfdən, sol tərəfdən, hər tərəfdən zədəsiz. Ağalar, Nissan Armada 2020-nin Armadasıdır. 85.000 mil probeglə 10.000 dollarla maşın girir müzayidəyə. Polnu full komplektasiya, 360 kamerası, radar parktroniki. Sol tərəfdən maşın belə bir təsadüfü var. Krilo lazım olacaq, təmirə də yararlıdır. Bir ədəd qapı lazım olacaq, yan güzgüsü. Salona gəldikdə rulun yan pərdə airbag, oturacağın airbagı partlayıbdır. 4 çəkəndir, luku var. Gördüğünüz kimi 2020. Bu da arxa oturacaqları. Geniş belə bir arxa oturacağı var. Maşın bu gün müzayidədə. Kim istəsə əlaqə saxlaya bilər. SL komplektasiyası iləndir. Ağalar, Infiniti GX80 85.000 mil probeglə 5.500 dollarla maşın girir müzayidə, 360 kamerası, 4 çəkəndir. Maşın ön tərəfdən çatışmayan detalları var. Salondan ağdəri salondur, heç bir airbag atmayıbdır. Luku var. 4 çəkəndir. Maşın bu gün müzayidədə, gözəl qiymətə müzayidədən bunu almaq olar. Şasi nömrəsi burada qeyd olunubdur. Arxadan da ki maşın təsadüfsüzdür. Bedona renk maşındır. Kim istəsə maşın bu gün müzayidədə. Gözəl qiymətə müzayidədən alaq bunu sizlərə. Ağalar, Armada 2017-ci ildir maşın. Maşın 1700 dollarla girir müzayidəyə. 89.000 mil probeglə 360 kamerası var, radarı var. Təsadüfsüz maşındır. Bedona renkdir. Qaradəri salonla, luku var, 4 çəkəndir. Arxa tərəfdən maşında heç bir təsadüf yoxdur. Gördüğünüz kimi hazır, gözəl maşın. Ağalar, Mercedes G-Class G63 AMG 2025'dir. Maşın 142.000 dollarla bugün girəcək müzayidəyə. Gördüğünüz kimi təsadüfi ön hissədəndir. Bir dənə bamper lazım olacaq, bir də yan güzgüsü, bir də krılosunda kraskası olacaq. Krilo yenisən əvəz olmalıdır. Salona gəldikdə qaradəri salondur. Rulun airbagı, yan pərdə airbag, bir də şitin airbagı atıbdır. Luku var, dəri oturacaqları. VIN kod burada qeyd olunubdur. 4 motordur. Maşının arxadan heç bir təsadüfi yoxdur. G550'dir maşın, G63 deyil, G550. Sağ tərəfdən də ki maşın təsadüfsüzdür. Kim istəsə əlaqə saxlasın. Ağalar, günümüzün gözəl Genesislərdən biri. Genesis G72 motordur. 2021'də 61.000 mil probeglə
9500 dollarına maşın girir müzayidə. Maşında bir adet ablisovka, bufer lazım olsa bir dənə də faras. Kapot təmirə yararlıdır. Sol tərəfində heç bir təsadüf yoxdur. Qapılar bağlıdır maşında. Arxa tərəfdəki maşın təsadüfsüzdür. Sağ tərəfdəki heç bir təsadüf yoxdur. Sadə komplektasiyadır, arxa çəkəndir. Qara salonla. Bu da VIN nömrəsi. Qurtuluş qiyməti təxminən olacaq hardasa 12.000 dollara. Kia Sportage 2023 83.000 km probeglə 2.5 motor, ömürlü plaka, 9500 dollarına maşın gecə müzayidə. Maşın təsadüfü sol qapısındadır. Maşına bir dənə sol qapı lazım olacaq. Qapısı açılmır. Deməli, salondan yan pərdə airbag atıblar, oturacaqlarla tərtisi olunubdur. Salonun gözəlliyi, sidenya qızdırıcısı, rul qızdırıcısı, panoramik luku. Maşın bugün müzayidədə. Arxadan da heç bir təsadüfi var. Genesis 2016'nın Genesis'idir. Maşın bugün girir müzayidəyə. 86.000 km probeglə kareykadır, bedona renkli, təsadüfsüzdür. Heç nə yoxdur. Maşın gül kimidir. Start qiymətdəki 4.000 dollardır. Gözəl qiymətə bu maşın almaq olar. C380'dir. Genesis'dir. Hazır maşındır. Aldın, oturdun, sürdün. Salonun gözəlliyinə dərə oturacaqlar. Panoramik luk. Polnu full komplektasiya. Sidenya qızdırıcısı, rulun qızdırıcısı. Hər bir şey var. Arxa oturacaqların görürsünüz. Sidenya qızdırıcısına kimi var. Polnu full komplektasiyadır. Şasi nömrəsi burada qeyd olunub. Bu fürsəti qaçırmayın. Bu maşını qaçırmayın ağalar.